Müqəddəs kitab tarixində ən çox insanın ölümünə səbəb olmuş ən böyük fəlakət böyük daşqın idi. Bu, Nuh tufanı kimi tanınan hadisə idi. Neçə nəfərin həlak olduğunu dəqiq bilmirik, lakin bu fəlakətdən cəmi 8 nəfər sağ qalıb. Yazılar deyir ki, yalnız Nuhun ailəsi sağ qalıb. Maraqlı sual budur ki, bu 8 nəfər gəmiyə girərkən digər insanlar nə ilə məşğul idilər? Nuhun tufanı haqqında məlumat Əhd-i Etiqin yaradılış kitabının 6-cı, 7-ci və 8-ci fəsillərində var. Lakin nə qədər yaxından araşdırsaq da Nuh və ailəsindən başqa insanların nə etdiklərinə dair heç bir qeyd tapa bilmirik. Qalan insanlar o vaxt nə ilə məşğul idilər və niyə fəlakətdən sağ qalmadılar? Bugün təqdim etmək istədiyim müqəddəs kitabdan ayə Matta kitabının 24-cü fəsili 37 ayəsidir. Nuhun günləri necə idisə, bəşər oğlunun zühuru da elə olacaq. Çərşənbə axşamı çarmıxda taleyini qarşılamasından 3 gün əvvəl İsa Məsih təxminən 2000 ildən sonra vəziyyətin necə olacağını peyğəmbərlik etdi. Yəni bugün yaşadığımız dövrdə belə söylədi. Nuhun günləri necə idisə, bəşər oğlunun zühuru da elə olacaq. Daşqından əvvəlki həmin günlərdə Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib içir, evlənir, ərə gedirdi. Daşqın gəlib hamısını aparana qədər bir xəbər idilər. Bəşər oğlunun zühuru da belə olacaq. Ancaq burada maraqlı olan odur ki, tufan zamanı insanların nə etdiklərini kifayət qədər ətraflı təsvir edir. Nuh və ailəsi gəmiyə daxil olarkən qalan insanlar sadəcə yeyib içir. Adət etdikləri kimi həyatlarını yaşayırdılar və hətta yağış yağır, sular qalxırdı. Amma nə baş verəcəyini anlamırdılar. Bəs onda sanki səma açılmış kimi görünən şiddətli yağışın qarşısında niyə heç bir hazırlıq etmədən laqeyd qaldılar? O dövrdə insanlar yağışın belə böyük daşqına səbəb olacağını gözləyə bilməzdilər və bir şey etmək qərarına gəldikdə artıq çox gec olardı. Daşqın Mikelangelonun Nuh tufanını təsvir edən divar rəsmi geridə qalanların fiqurlarını parlaq şəkildə canlandırır. Gözlənilməz daşqın səbəbindən rəsmdə təsvir edilən insanların çoxu hətta düzgün geyinməyib. Bəziləri hər an su altında qala biləcək dar və təhlükəli çadırlarda yağışdan sığınır. Bəziləri isə gəminin üstünə çıxmağı bacarsa da içəri girə bilməyib çarəsiz halda ona balta ilə vururdular. Rəsmdəki təsvirlər vasitəsilə biz gözləntilərimizi aşan fəlakətlər qarşısında insanların sonsuz həssaslığını görə bilərik. Eyni vəziyyət bugün baş versə, nəticə elə də fərqli olmaya bilər. Gözlənilməzlik məhz bu fəlakətlərin ən əsas atributudur. Ancaq Nuhun dövründə olduğu kimi olacağı yazıldığı üçün həyatımızın bu anında da çoxsaylı formada gözlənilməz fəlakətlər gizlənir. Sənayeləşmə və müxtəlif texnologiyaların inkişafı ilə keçmişdə mümkün olmayan qəfil fəlakətlər indi ətrafımızda baş verir. Baş vermə vaxtı, yeri, növü və miqyası, bu sahələrin heç birində boşluğu olmayan mükəmməl hazırlıq mümkün deyil. Belə qaçılmaz fəlakətlər qarşısında nə etməli? Yalnız insan gücü və səyi ilə əldə edilə bilən şeylərin mütləq sərhədləri var. Bizim üçün müqəddəs kitab yeni əhd Pasxa bayramını hazırlamağın ən tam və dəqiq yolunu açıqlayır. Pasxa bayramının Koreyaca adı fəlakətlərin ötüb keçəcəyini ifadə edən atlanmaq və keçmək simvollarından yaranır. Və bu, fəlakətlərin ötəcəyini bildirən İngiliscə Passover terminində də əks olunur. Yeni əhd Pasxa bayramına riayət etdiyimiz zaman fəlakətlərdən qorunacağımıza əmin olmağımızın səbəbi. Bu müdafiəni vəd edən fövqəltəbii varlıq Allahdır. Əslində, müqəddəs kitab Pasxa bayramını tutanların fəlakətlərdən qorunduğunu qeyd edir. İsraillilər Misirdə köləlikdə olanda bütün ölkə görünməmiş bir fəlakətdən qorxaraq titrəsə də, onlar Pasxanı qeyd etdilər və Allah tərəfindən qorundular. Təxminən 800 il sonra qüdrətli Assuriya imperiyası İsraili işğal etdikdə, onlar Pasxanı qeyd etməklə yenidən qorundular. Allahın vədinə uyğun olaraq Pasxanı qeyd edənlər hər cür fəlakətdən qorundular. Yalnız Pasxanı qeyd etməklə həqiqətən fəlakətlərdən qaça bilərikmi? Bəlkə də bu sualı özünüzə verirsiniz. Biz bütün fəlakətlərə tam hazırlaşa bilmərik, çünki onların nə vaxt və necə baş verəcəyini bilmirik. Şübhəsiz ki, şans və ya təsadüf nəticəsində zərər görməmək xoşbəxtlikdir, lakin hər anı şans və təsadüfə buraxa bilmərik. Buna görə də şans və ya təsadüf kimi qeyri-müəyyən şeylərə güvənməkdənsə hər zamankindən daha çox möhkəm vədə ehtiyacımız var. Yeni əhdin Pasxası məhz budur.